bəzən keyfiyyətli ehtiyat hissəsi alanda da bir çox hallarda aldanırsınız. Bu Mercedesin əyləc diskidir. Fikir verin, burada Mercedes C-Class yazılıb. Bəzən elə olur ki, fərqli markaların belə ehtiyat hissələri bir-birinə uyğun gəlir. SsangYong'un bəzi modellərinin mühərrik və transmissiyası Mercedesin mühərrik və transmissiyasıdır. Bu iki markanı ona görə nümunə çəkdim ki, siz araşdıranda da rahat araşdıra biləsiniz. Tutaq ki, sizdə SsangYong markalı avtomobildir. Yaxınlaşırsınız ehtiyat hissəsi almağa. Ehtiyat hissəsi mağazasına yaxınlaşanda SsangYong'un texpasportunu, yəni şəhadətnaməsini göstərirsiniz satıcıya və yaxud da mağaza sahibinə. Və baxır görür ki, müştəri SsangYong markası ilə gəlibsə, ona qiyməti biraz baha deyir. Mercedes sürücüsü yaxınlaşırsa da, həmin yağ filtrini və yaxud da hava filtrini, qiymətini nə varsa onu deyir. Amma ikisində də mühərrik eynidir. Yəni 111 mühərrik Mercedesdə də var, SsangYong'da da var. Sadəcə olaraq müştəri bilmir deyə ki, bu avtomobilin üzərindəki motor 111 motordur və Mercedes motordur. Mercedeslə gələn adama 10 manat deyirsə də, SsangYong'la gələn adama 20, 30, 40 manat deyir. Nəyə görə baha deyir? Çünki bilir ki, SsangYong markası bir Hyundai, Toyota, Kia qədər ehtiyat hissəsi ona nisbətdə daha tez tapılan bir marka deyil. Düzdür, tapılan ehtiyat hissələri tapılan bir markadır. Amma nisbətdə götürəndə Hyundai və Kia qədər tez tapılan bir markadır. Yəni burada tez tapılanı nəyə görə nəzərdə tuturam? Tutaq ki, 5 dənə mağaza var yanbayan və yaxud da ki, bir ərazidə 5-6 dənə mağaza varsa da, Hyundai'nin ehtiyat hissəsi o mağazadan 5-dən 3-ündə olacaqsa da, SsangYong markasında isə 5 mağazanın ikisində olar ya olmaz. Yəni bəzi satıcılar avtomobilin markasına, modelinə, istehsal ilinə, ehtiyat hissəsi tapılıb tapılmayacaq, onu satan adam nə qədər var ya yoxdur, onları nəzərə alıb ona uyğun qiymət deyirlər sizə. Görsəz ki, satıcılar fantastik qiymət deyirlər. Ehtiyat hissəsinin qutusuna fikir versəz, burada həmin bu ehtiyat hissəsinin hansı marka, hansı model avtomobilə və hansı il olan avtomobilə uyğun gəldiyini burada siyahı üzrə yazılır. Yəni burada məsələn yazılır Mercedes C-Class və yaxud da ki, başqa bir detalda yazıla bilər. Mercedes C-Class, SsangYong Musa Granda. Misal üçün, yağ filtridir. Mercedes C-Class yazılıb. C230 111 mühərrik. Misal üçün. Və SsangYong Musa yazılıbsa da, deməli, Mercedes C-Class və SsangYong Musa'nın yağ filtrləri bir-birinə uyğundur. Bu modellər yazılanda da fikir verərsiniz ki, Azərbaycanda hansı avtomobil markasının ehtiyat hissəsi çoxdursa da, o markanın şəhadətnaməsini, indi ətrafınızda varsa şəhadətnaməsini götürərsiniz, elə yaxınlaşarsınız. Həmin marka ilə yaxınlaşdığınıza görə qiymət kəskin fərqli olacaq bəzi ehtiyat hissələri mağazalarında. Və yaxud da ki, onların nömrələri olur. O nömrələri də götürsəz, demək olar ki, eyni ehtiyat hissəsi almış olacaqsınız.